Harda olursansa ol, Allah'tan qorx. Elm əhli deyir ki, insanların içində olanda özünü təqvalı göstərməyə rahatdır. Özünü ədəbli, Allah'tan qorxan, imanlı, səbirli, təmkinli və s. bu kimi göstərməsi asandır. Əsas odur ki, Allahla tək qalanda insanlara göstərdiyi və Allah Taala göstərə bilirsən, yoxsa yox. Vallahi bu çox çətindir, qardaşlar. Bu çox çətindir. Məsələn, bu gün bizim günümüzün bəlalarından biri nədir? Əlimizdə olan cihazlar. İnsanlardan gizlənib, insanlardan təkliyə çəkilirik. Lakin bu elə şeydir ki, bundan xilas ola bilmirik. Hər cür xeyir də eləmək olar, hər cür şər də eləmək olar. Allahla tək qalanda bu cihazla biz Allaha yaxınlaşırıq, yoxsa Allahdan uzaqlaşırıq. Adam var, məsələn, tək qalanda deyil, məsələn, heç kim görmür, seriallara baxır. Məsələn, çılpaq qadınlara baxır. Hansısa ona fayda verməyən işlərlə məşğuldur. Qeybət eləyir, nəmmamlıq eləyir, böhtanla məşğuldur və s. Sosial şəbəkələrdə şər yayır.